Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəm. Bu barədə ABŞ prezidenti Donald Trump Ağ Evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə Birləşmiş Ştatlar Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək. Hakimiyyətə gəldiyi zamandan bəri Qrenlandiyanı ələ keçirmək üçün Danimarkaya pul təklifi belə edən Ağ Ev rəhbərinin adanı Birləşmiş Ştatlara birləşdirmək cəhdləri ərazinin əhəmiyyəti nəzərə alınanda başa düşüləndir. İlk olaraq Qrenlandiyada zəngin nadir element yataqları, elektrik avtomobillərinin akkumulyatorlarında və yüksək texnologiyalı məhsullarda istifadə olunan vacib materialların aşkar edilməsi Vaşinqtonun bölgəyə marağını artırıb. Bundan başqa, Birləşmiş Ştatlar Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə Qrenlandiyanın şimal-şərqində 31,4 milyard barel həcmində neft ehtiyatları mövcuddur. Bununla belə, Danimarka hökuməti 2021-ci ildə qlobal istiləşmə və yüksək maliyyətlər səbəbindən Qrenlandiyada neft kəşfiyyatını dayandırmaq qərarı verib. Danimarkanın adanın mövcud potensialından yetərincə istifadə edə bilməməsi Ağ Evin ada ilə bağlı planlarının yaranmasına səbəb olub. Digər tərəfdən, Arktikada buzların əriməsi ilə Şimal Buzlu Okean ticarət yolunun önəmi artıb. Bu yol həm Asiya ilə Avropa arasında ticarət əlaqələrini sürətləndirir, həm də Vaşinqtonun nəzarətindən kənarda olan ərazilərdən əsasən də Rusiya sahillərindən keçir. Ağ Ev qlobal ticarət yollarını nəzarətdə saxlamaq üçün Qrenlandiyanı strateji nöqtə kimi görür. Adanın əldə olunması ilə Vaşinqton Avropa və Şimal marşrutları üzərində ticarət nəzarətini gücləndirə bilər. Təbii ki, iqtisadi əhəmiyyəti ilə yanaşı Qrenlandiyanın yerləşdiyi ərazi hərbi baxımından da böyük əhəmiyyətə sahibdir. Bütün bunların fonunda Venezuela hərbi əməliyyatı və Maduro'nun həbsindən sonra Trump'ın Qrenlandiya ilə bağlı sərt açıqlamaları ABŞ-nin adanı hərbi güclə ələ keçirəcəyinə dair iddiaların güclənməsinə gətirib çıxarıb. Hazırda əsas aktual variantlardan biri Amerikanın Qrenlandiyaya hərbi müdaxilə etməsidir. Təbii ki, Amerika Qrenlandiyanı bir ildırım sürətli əməliyyatla hətta bir gün əvvəl, bir gündən də az müddətdə ələ keçirə bilər. Çünki 60 min yaxın əhalisi olan bir bölgədir və ordusu yoxdur. Əsas təhlükəsizliyi Danimarka tərəfindən həyata keçirilir. Danimarka da kifayət qədər zəifdir. Yəni Amerikanın Qrenlandiyanı hərbi əməliyyatla ələ keçirməsi çətin deyil. Amma bu prosesin nəticələri kifayət qədər çətindir. Çünki Amerikanın Qrenlandiya hücumu əslində Danimarkaya, yəni NATO üzvü olan Danimarka hücumu deməkdir. Yəni belə bir hücum isə NATO daxilində müharibə deməkdir. Və təbii ki, bu Şimal Alyansının mövcudluğunu sual altına salacaq. O baxımdan yəni belə bir əməliyyatın nəticələrini hesablamaq çətindir. Digər tərəfdən, ABŞ Qrenlandiyanı diplomatik yollarla da əldə edə bilər. Belə ki, Rusiya, Çin və Birləşmiş Ştatların dünyanın müxtəlif mərkəzlərində apardıqları mübarizə çərçivəsində Vaşinqtonun Cənubi Amerika ölkəsi Venezueladakı hərbi əməliyyatları regionda Pekin və Moskvanın təsir imkanlarını zəiflədib. Belə olan halda da Ağ Ev Avropanı 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsinin təsirlərindən və daim artan Kreml təhdidindən qorumaq üçün təklif irəli sürə bilər. Əldə olunacaq yeni razılaşmaya əsasən Avropada təhlükəsizlik zəmanəti və qoca qitənin hərbi potensialı gücləndirilir. Qarşılığında isə Vaşinqton Qrenlandiyanın təbii ehtiyatlarına çıxış imkanı əldə edir və gələcəkdə ərazidən keçəcək ticarət yolları müəyyən müddətə Ağ Evin idarəsinə keçir. Avropa ölkələri hər nə qədər böyük iqtisadi və təbii ehtiyat potensialına sahib adanın ABŞ-nin nəzarətinə keçməsini istəməsə də, Şərqi Avropada genişlənən müharibə və Rusiya təhdidinin artması qoca qitəni buna məcbur edə bilər. Əsas fikirlərdən biri təbii ki, Avropa və Amerika arasında Qrenlandiya bağlı müəyyən bir razılaşmanın olmasıdır ki, güya yəni belə məlumatlar var ki, Amerika Ukrayna məsələsində Avropanın istədiyini verir, əvəzində Qrenlandiya da istədiyini alır. Bu istisna edilməməli, yəni hətta belə bir müzakirə mövzuları da ola bilər gələcəkdə, amma qeyd etdiyim kimi Amerikanın əsas istəyi Qrenlandiyanı tam ələ keçirməkdir və yaxud da yəni orada mineral ehtiyatların işlənməsinə, mineral ehtiyatlara çıxış əldə etməyə çalışır. Yəni bunun üçün Qrenlandiya üzərində nəzarət tam lazımdır. Bu baxımdan da çətin görülür deyə düşünürəm. Yəni Avropa və Amerika arasında Ukrayna məsələsi, Ukrayna və Qrenlandiya arasında razılaşma əldə edilməsi baxımından çətin görünür. Digər tərəfdən
Ukrayna məsələsi Amerika üçün Rusiya ilə müəyyən bir anlaşma, bazarlıq mövzusudur. Yəni bu da bir əlavə problemlər yaradır. Bütün bunların fonunda hərbi müdaxilə daha aktual görünür. Hadisələrin gedişatını zaman göstərəcək. Amma hər bir halda gözlənilən Trumpın məsələni ilk olaraq diplomatik və sülh yolları ilə həll etməyə çalışmasıdır. Alınmayacağı təqdirdə isə Vaşinqton, İran və Venezueladan sonra Qrenlandiya üzərində də hərbi əməliyyatlar keçirə bilər.